Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Ve la'ned daim ala a'daihim ecmaîn minel âne ila liqâi yevmiddin. Amin ya rabbel alamin. Bugün cümə günüdür, mübarək. Cümə günüdür və eləcə də Həzrəti İmam Həsən Əskəri əleyhissalamın şəhadət günüdür və İmam Zaman ağanın da imamətinin başlandığı gündür və bu hüzünlü gün münasibəti ilə başda İmam Zaman ağa və İslam ümməti və ələl-xüsus Əhl-i Beytin qəminə qəmlənən şad günündə şadlanan əzizlərə təsliyyət ərz edirik. Allah Teala'dan istəyirik ki, Həzrət İmam Zaman ağanın, Həzrət İmam Həsən Əskəri əleyhissalamın şifaətini bizlərə, əzizlərimizə, cəm İslam ümmətinə, Əhl-i Beyt sevərlərə nəsib eləsin və imamətin şifaətindən binəsib eləməsin inşallah və bizləri İmam Zaman ağanın vilayətinə ayrı salmasın, İmam Zaman ağanın xidmətçilərindən qərar versin, İmam Zaman ağanın ənsarlarından qərar versin inşallah Teala. Həzrəti Əli əleyhissalam möminlərin əmirindən mübarək bir kəlam var. Həmin kəlam Nəhcül Bəlağədə keçir 31-ci məktubda ki, həmin məktubun mühtəvası genişdir. Orada Həzrət Əli əleyhissalam, Həzrət İmam Həsən əleyhissalama nəsihətidir. Həmin nəsihətin mühtəvası genişdir. Biz o məktubdan 2-3 ibarəni sizlərlə bölüşəcəyik inşallah. Və həmin bu ibarədə Həzrət Əli əleyhissalam, İmam Həsən əleyhissalama buyurduq, həmin bu nəsihətnamədə o qədər önəmli və zəruri mətləblər var ki, bizim həyatımızın bütün sahələrini ehtiva edir. Bizim bütün həyatımızın, bütün işimizin, fəaliyyətimizə daxil olan insanların və həyatımıza daxil olan bütün mövzulara aidiyyatı var. Və bizə nəyi necə edəcəyimizi, nəyi hansı formada etməyəcəyimizi, nəyə hansı formada mövqe göstərib yanaşdığımızı bizə göstərən bir məktubdur. 31-ci məktub və sizlərə də tövsiyə edirik ki, həmin məktubu şərhsiz də olsa belə oxuyun, məlumatınız olsun və bilmək çox gözəldir və həyatımızın bir çox sahələrinə aidiyyatı olduğu üçün çox təsirlidir. Biz həmin bu məktubdan bir neçə ibarəni sizlərin nəzərinə çatdıracaq və o barədə danışacaq inşallah. Həzrət Əli əleyhissalam həmin o ibarələrin birində oğlu Həzrət İmam Həsən əleyhissalama belə buyurur ki, və la tuzi'anna haqqa əxikə ittikalən alə beynəkə və beynə. Əli əleyhissalam buyurur ki, səninlə qardaşın arasında mövcud olan o dostluq, o yaxınlığa arxalanıb onun hüququnu pozma, onun hüququna təcavüz eləmə. Demə, o mənim qardaşımdır və bu qardaşlıq, dostluq səndə bir şərait yaratmamalıdır ki, düşünməyəsən ki, mən onunla dostluğum, qardaşlığım var deyənə istədiyim formada rəftar eləyə bilərəm, davranış eləyə bilərəm. فَإِنَّهُ لَيْسَ لَكَ بِأَخٍ مَنْ أَدَاعَتَ حَقَّهِ. Çünki hüququnu pozduğun həmin kəs, həmin şəxs, həmin qardaşlıq elədiyin kəs sənin qardaşın olmayacaq. Daha qardaşlığınız bitəcək orada. Qardaşlığınız bitəcək, sonlanacaq. Həzrətin bu məktubundakı bu ibarə
Bu mübarək ibarədən biz başa düşməyək ki, məsələ ancaq iki nəfərin arasında olan qardaşlıq, dostluqdan ibarətdir və yaxud da burada mövzu yalnız iki kişidən bəhs olunur. Bəhs bundan tək getmir ki, yalnız burada iki kişi olmalıdır ki, bunların dostluğu var, qardaşlığı var. Çünki qardaşlıq məfhumu kişilərə aid olduğuna görə belə anlaşılmamalıdır ki, burada ancaq iki nəfərin dostluğu, iki nəfərin qardaşlığından bəhs olunur. Xeyr, belə deyil. Bu ibarə qardaşlıqdan daha çox mənəvi bir prinsipdən danışır. Mənəvi bir prinsipdən bəhs eləyir. Yəni belə deyil ki, ancaq qardaşlıq ola bilər. Bu əziz də olsun, yaxın bir insan da olsun, ailə üzvü də olsun. Ona görə bu mənəvi prinsipdə insana əziz olan, yaxın olan hər kəsə tətbiq eləmək olar bu sözü. Məsələn, bəzən biz haqq, hüquq məsələsində digərlərinin müqabilində olan haqq, hüquq məsələsində bizə yaxın olanların istər mənəvi, istərsə də dünyəvi hüquqlarını tapdalayırıq. Və bəzən istəməyərək, bəzən istəyərək onların hüquqlarına təcavüz eləyə bilirik. Biri-birinin yaxınlığı, dostluğu, qohum əqrabalığı bu yaxın bir münasibətinin olması ona imkan vermir ki, onun haqq hüququna xələl gətirsin və yaxud da haqq hüququnu tapdalasın, onu qəsb eləsin və yaxud da təcavüz eləsin onun haqq hüququna. Bu, ondan irəli gəlməli deyil. Çünki misal olaraq bir çox hallarda bu çəkəcəyimiz misalın real üzünü biz həyatımızda və həyatın müxtəlif sahələrində qarşılaşırıq. İki yaxın insandır ki, yaxın əzizdir, dostdur və yaxud da qardaşdır. Birinin digərinə borcu var. Müəyyən bir həddə, müəyyən bir məbləğdə borcu var və bu borcu qaytarmaq imkanı da var həmin borclu olanın. İmkanı var, ödəyə bilər. Amma bununla bərabər digərlərinə də borcu var. Lakin bundan ilk öncə bundan borc alıb və sonra digərlərindən borc alıb, amma bu yaxın olanına mənəvi bağlantısı olan, qardaşlıq elədiyi, dostluq elədiyi, yəni bir sözlə əziz hesab elədiyi insandan olan borcunu gecikdirir. Və digərlərinin məsələsini tez həll eləyir, digərlərinin yardımına tez qaçır, onların istəklərinə, onların suallarına, onların hacətlərinə daha tez cavab verir. Amma həmin bu dost qardaşlıq elədiyi, qardaş dediyi və qardaşlığını iddiasında olduğu şəxslə olan borc məsələsinə isə o qədər məsuliyyətli yanaşmır. Və əksərən belə düşünürlər ki, biz qardaşıq, biz dostuq və heç nə olmaz. Yəni, qohumdur, heç nə olmaz, qohum əqrabadır, heç nə olmaz və bəzən gecikdirir, bəzən isə ümumiyyətlə dostluq, qardaşlıq adı altında və yaxud da qohumluq adı altında bunu tamamilə ləğv eləyir. Sanki həmin insana heç bir borcu yoxdur və həmin insan borcunu istədiyi zaman çox kəskin bir reaksiya göstərir. Bu, qardaşlıq hüququnun pozulmasıdır. Yəni, bir insanın biri digəri ilə qohumluğunun olması, qardaşlığının, dostluğunun olması, düzdür, müəyyən şəkildə insana müəyyən imtiyazlar qazandırır, mənəvi imtiyazlar olur. Bu, qəbul olunandır. Amma ki, bu imtiyazlardan sui-istifadə eləmək isə mərdanəlik deyil, mərdlik deyil, mərdanəlikdən deyil. Yəni, bir var insanın təbii problemləri olsun, təbii çətinlikləri olsun və işlərinin müqabilində təbii maneələr olsun və bunu ödəyə bilmir. Bu, başa düşüləndir hardasa. Lakin elə bir maneələr var ki, orada başa düşülən deyil. Çünki qeyri-təbiidir. İnsanın özündə yaratdığı və kör-körana elədiyi rəftarı müqabilindədir o. Ki, bir qədər əvvəl bunu söylədik. Yəni, digərlərinə borcu var, amma onu ödəmir, onu ödəyir, amma yaxın olanına ödəmir ki, biz onunla dost qardaşıq, o məni gözləyər. Bu,
qardaşlıq hüququna xələl gətirməkdir. Bu qardaşlıq hüququna ehtiram göstərmək deyil, haqq hüququna zərbə vurmaqdır bu əslində. Yəni bu onunla olan yaxınlığa arxalanıb onun hüququnu pozmaqdır. Və yaxud da məsələn bu mövzunu biz valideynlərə də gətirə bilərik. Məsələn, ata və ana övladın valideynləridir. Lakin bu valideynlik vəzifəsi övladın mənəvi ilahi hüququna təcavüz etməyə, övladın qız uşağıdır, qızdır və yaxud da oğlandır, onun ilahi istəklərinə, mənəvi istəklərinə qarşı çıxıb, onun qarşısını kəsməyə şərait yaratmamalıdır. Həmin o mənəvi ilahi hüququna təcavüz eləməyə, mənəvi ilahi hüququnun qarşısını almağa, ona çətinlik yaratmağa əsas vermir. Valideynlik bizim cəmiyyətdə bir başqa cür başa düşülür, amma əslində valideynliyin həqiqəti və əsası bir başqa cürdür. Yəni, valideynlik ola bilər bir tərəfi bioloji və dünyəvi cəhəti var, zahiri cəhəti var, amma daha çox valideynlik mənəvi ilahi bir dənə vəzifədir. Valideynlik ilahi bir vəzifədir. Nəinki bioloji və yaxud da dünyəvi cəhətdən, yəni bir xanımın bətnindən dünyaya gəlib, bir kişinin belindən yaranıb. Bu cürlə düşünülməli deyil ki, bu valideynlik ancaq buna görədir ki, mən onun valideyniyəm və mən nə dedimsə o olmalıdır. Xeyr. Bu zaman da övladın hüququna təcavüzdür. Onun mənəvi istəyinə təcavüzdür. Bəli, ola bilər, bəlkə də övlad səhv bir şeylər istəyə bilər, yanlış bir şeylər istəyə bilər, yanlış yola gedə bilər. Əlbəttə, burada valideynin müdaxilə etməsi yenə də ilahi bir vəzifədir. Nə üçün biz buna ilahi bir vəzifə deyirik? İlahi bir vəzifə ona görədir ki, Allah Taala onun rüşd tapıb, həddi buluğa çatıb, öz ilahi vəzifələrini bilənə qədər ata və ana valideyn olaraq, vəli olaraq onun sahibidirlər. Onun səhv yola düşməsinə, doğru yola düşməsinə vasitə ola bilərlər. Səhv yola getməsinə valideyn səbəb ola bilər. Yanlış bir işə gətirir, doğru düzgün bir işdən çəkindirir. Məsələn, övlad da onun iradəsi yoxdur, etiraz etmə qüdrəti yoxdur. Misal olaraq bu bir çox hallarda müraciət olunur. Necə bir, yəni sual olaraq qeyd olunur ki, mənim yaşım müəyyən, hətta 13-14 məsələn, qohumumun 13-14 yaşında qızı var. Məsələn, valideynləri onun qız hicabı istəyir və yaxud da hicaba daxil olmaq istəyir, valideynləri qoymur. Və yaxud da hətta bunun yaşda daha çox olanları var. Məsələn, 19, 20, 20 və digər yaşlarda. Bu, valideynin övladın mənəvi ilahi istəyinə təcavüz eləmək. Yəni, onun hüququna təcavüz eləməkdir. Bəli, bəlkə də müəyyən islamofob olan insanlar, islamofobiyadan qaynaqlanan fikirlərin sahibləri ola bilər, deyə bilərlər ki, məsələn, bir qadın isə başqa cür istəyir. O zaman onun hüququna müdaxilə etmək deyil, xeyr, müdaxilə etmək deyil. Hüquq o zamandır ki, sən o şeydə haqlısan. Hüquq ona deyərlər. Hüquq haqq sözünün cəmidir, yəni haqlar. Bu, övladın haqlı olması anlamına gəlmir, yanlış yola getməyə. Bu əslində istənilən sərhədsiz bir azadlıq istəyidir. Bu, xaosa, mənəvi xaosa səbəb olacaq bir istəyidir. Bu, əslində həqiqi haqq hüquq deyil ki. Bu, müstəqil azadlıq istəyi və bu azadlıq istəyinin gerisində dayanan heç də xoş nəticələrə gətirib çıxartmayacaq peşmanlıqların əvvəlidir. O sərhəd pozmalardır bunlar. Bunlar haqq deyil, bu hüquq deyil. Buna hüquq deməzlər və ya haqq da deməzlər buna. Ki, övladın səhv yola düşməsinə, doğru yola düşməsinə
hörmət etmək ehtiram deyil. Əslində onun zəlalətə düşməsinə razılıq bildirmək və eləcə də həmin yolda, həmin o işdə övladla şərik olmaqdır. Buna hüquq deməzlər. Buna haqq da deməzlər. Bu baxımdan söylədik. İndi burada mövzu odur ki, övladın doğru düzgün yolun izlənməsi üçün bir vəzifədir valideyn. Nəinki onun bütün doğru və yanlışlarını sənin təyin etməyindir. Yolun düzgün tutması üçün ona mayak rolu oynamaqdır. Məsələ budur. Əli əleyhissalam ki, orada buyurur: فَإِنَّهُ لَيْسَ لَكَ بِأَخٍ مِنْ أَضَاعَةَ حَقَّ. Əli əleyhissalam ki, buyurur, çünki hüququnu pozduğun şəxs, hüququnu pozduğun kəs sənin qardaşın olmayacaq. Əlbəttə, bu boyda zülmün müqabilində ki, bunlar misallar elədik, misallar qeyd etdik. Bu zülmlərin, bu haqqa, hüquqa ehtiram göstərməməyin, təcavüz eləməyin müqabilində əlbəttə istər dost qardaşlıq elədiyin müqabil şəxs, istər ailə üzvü və yaxud da övladın bir zaman sonra ehtiram göstərməyəcək sənə. Çünki onun doğru yolu tutmasına sən maneçilik törətmisən və yaxud da mənəvi ehtiramı olan həmin şəxsdən ki, qardaşlıq eləmisən və o yaxınlığı, onun hüququnu pozmağa səbəb görmüsən, bir zaman tədricən həmin qardaşlıq, həmin mənəvi rabitə, həmin o mənəvi istək zaman zəifləyəcək və pozulacaq. Bu belə olacaq. Bu gözləməyək ki, zaman düzələr, unutar, xeyr. Bu zaman tədricən pozulur və aradan gedir. Həzrət Əli əleyhissalam arada digər bir prinsipdən bəhs edir. Həmin prinsipdə buyurur ki, Əli əleyhissalam وَلَا يَكُنْ أَهْلُكَ أَشْكَ الْخَلْقِ بِكِ. Əli əleyhissalam nə gözəl buyurur, deyir, ailən sənə qarşı cəmaatın ən bədbəxt və narahat olmamalıdır. Yəni, ailənlə elə davran ki, onlar sənin barəndə elə şey düşünməsinlər ki, sənin düşmənlərin barəsində düşünməli idilər. Yəni, sənin düşmənlərin barəsində onlara düşmən mövqeyində olan insanlara düşündüklərini sənin barəndə düşünməsinlər. Yəni, elə davranma ki, sənə qarşı çıxsınlar və yaxud da sənin onların arasından tez getməyini istəsinlər. Və ya elə eləməli deyilsən ki, onların sənə ehtiyac duyduğu, səndən başqa pənahgahları olmadığı halda onları kimsəsiz, yetim və möhtac qoyasan. Yəni, Həzrət Əleyhisselam bu mübarək kəlam o qədər önəmli bir məsələdir ki, hazırda yaşadığımız bu cəmiyyətdə ən aktual problemdir. Hazırki cəmiyyətimizdə ən böyük problemdir. Ən böyük ailə, ər-arvadlıq münasibətlərinin pozulmalarının əsasında bu problem dayanır. Bu problemlər dayanır. Yəni, hətta deyərdik ki, boşanmaların çoxunun əsası buna görədir. Yəni, kişi evinə baxmır, ailəsinə baxmır, həyat yoldaşına, uşaqlarına baxmır, daim kef damaq dalıncadır, dost dalıncadır, iş dalıncadır, ailəsinə qətiyyən vaxt ayırmır. Bu kimi problemlər bir ailənin dağılmasına əsas yarada bilir qadında. Düzdür, biz demirik ki, bu şeylər əsasdır, getsin, eləsin, amma kişinin bu şeyi etməyi doğru deyil. Və özü şərait yaradaraq ailənin sütununa xələl gətirir, zərbə vurur və o da tədricən bir zaman dağılır və bir qərar qoyulub boşanırlar. Və məsələ tək iki nəfərin, iki cütlüyün boşanmağı da olmur. Orada övlad da var, övladın da. Yəni, daha faciəlisi budur ki, övlad var orada. Daha böyük faciəlisi budur ki, övladlar travma alırlar oradan. Və onlar da sabahsı gün ailə qurduqda daha çətin, daha ağrılı bir travma ilə ailə qururlar. Onlarda da sabah həmin problemlərin yaşanması mümkündür. Çünki həmin o travma onlara bir ömür davam edir. O travmanı onlardan
çıxartmaq olmur. Həmin travmadan uzaqma olmur. Və yaxud da məsələn digər bir misal çəksək, görürük ki, məsələn bəzi insanlar var cəmiyyət arasında, iş yerində və yaxud da məsciddə o qədər əxlaqlıdırlar, o qədər məsələn ədəblidirlər, o qədər əxlaqlı, ədəbli aparırlar özlərini, amma ailəsinə gəlib çıxdıqda evdə dözülməz bir davranış edirlər. Evdə dözülməz bir rəftar göstərirlər. Elə bir dənə rəftar göstərirlər ki, ailə bunların, bu ailə başçısının deyək, evin kişisinin mi deyək, çöldə olduğu zaman evi cənnət hesab edir. Yəni evdə olmamağı ailə üçün rahatlıqdır. Və bəzən elə ailələr görməmişik desək yalan olar. Yəni elə bir ailələr var ki, onlar kişinin evdə olmadığı zaman onların azadlıq, rahatlıq, mənəviyyat vaxtıdır. Yəni bu bir kişi üçün ölümdən betərdir əslində. Bir ailə başçısı üçün ailəsinin onun barəsində belə bir düşüncəyə düşməsinin, belə fikirləşməsinin, əlbəttə ki, kişi buna əsas gətirir. Daha böyük ağır bir dənə hadisədir. Daha faciəli bir düşüncədir. Əlbəttə bu cür faciəli düşüncədə olan bir ailə evin kişisinə ki, bu düşüncəni yönəldir, ona aiddir və əlbəttə həmin ev kişisinin həmin ailədə heç bir ehtiramı olmaz. Əgər ehtiram göstərirlərsə də bu ondan olan qorxuya görədir və onun gətirdiyi çörəyə görədir. Belə deyək. Gətirdiyi qazanca görədir və yaxud da qorxuya görədir. Bu həqiqi və səmimi mehribançılıq və ehtiram deyil və bundan heç bir şey olmayacaq. Bundan heç bir şey olmayacaq və yaxud da görürsünüz cəmaət içində əli açıqdır, hamıya pul paylayır, sağa pul verir, sola pul verir, sağa xərcləyir, sola xərcləyir, amma ailəsinə gəlib çıxdıqda isə ailəsinin möhtac olduğu və zəruri olduğu şeylərin alınmasında, o ehtiyacların ödənməsində özünü kənara çəkir və amma çöldə hər kəsə paylayır bu. Əlbəttə bu cür ailə başçılığı çox uzun davam eləməz. Davam etsə də bu yalnız bir fiqurdan, ailə fiqurundan başqa bir şey olmayacaq. Yalnız ailənin qorxub və yaxud da ehtiyacından dolayı sustuğu bir şəxs olacaq. Yəni ehtiram göstərdiyi bir şəxs olmayacaq. Ki bu cür məsələlər bizim hazırda elə cəmiyyətimizin ən aktual mövzularıdır və aktual problemləridir ki, indiki ailələrin daha çox problemlərinin olmasının əsası, demirəm tam olaraq budur, amma onlardan biri də budur, belə deyək. Ona görə Allah'ın veririk izzətinə, cəlalına ki, bugün Həzrəti İmam Həsən Əskəri əleyhissalamın şəhadət günüdür. Allah bizi Həzrəti İmam Həsən Əskəri əleyhissalamın şifaətindən bir nəsib eləməsin və əhl-i beytin vilayətindən ayrı salmasın. Allah öz rəhmətindən, məğfirətindən, bu cümə gününün ehtiramına bizləri bir nəsib eləməsin. Öz məğfirətindən uzaq salmasın, öz nəzərindən uzaq salmasın. Günahlarımızı əff eləsin, ölənlərimizin günahlarını əff eləsin inşallah Taala və əməl dəftərimizə özünün bəyəndiyi, özünün sevdiyi şeyləri inşallah yazsın və o əməl dəftərimizdə ki, bizim aqibətimizə, axirətimizə zərər və ziyanda onları silsin inşallah. Taala Allah'ın verir izzətinə, cəlalına, Allah aqibət və axirətimizi xeyirli qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.